Rəsul müəllim, sizlə biraz dərinə gedəcəyik. Bədii gimnastikaya aid olan alətləri sayın ağsaqqal. Fiziki tərbiyənin formalarını sayın, fiziki tərbiyənin. Fiziki tərbiyə dərsləri, dəstəkənar Yox, fiziki tərbiyənin formaları, fiziki tərbiyə xüsusi qruplarda da birgə hərəkət fəaliyyətdə inteqrasiya olunma nəyə aiddir? xüsusi qruplar ümumdan. Zəruri hərəkət qabiliyyətlərinin planlı inkişaf etdirilməsi. Tam orta xüsusi qruplar. Tam orta xüsusi qruplardır. Sonra müəllim, oyunlar xüsusi seçilmiş hərəkətlər vasitəsilə ümumi fiziki hazırlığın təmin edilməsi. Dəstəkənar ibtidai. Nə? Dəstəkənar ibtidai. İbtidaidir, yaxşı. Rayon zona yarışlarında iştirak edən oldu mu? Rayon zona tam orta. Rayon zona tam ortadır. Məktəb daxili? Ümumi dəstəkənar. Ümumi dəstənkənardır. Hərəkət fəaliyyətin qaydaları çərçivəsində qurur. Kim dərsin hansı hissəsində? İstədiyinin qaydalar çərçivəsində qurur. Müəllim Yox. Yox, ağsaqqal. hərəkət qaydalar çərçivəsində qurur. Şagird hazırlayıcı hissədə. Hazırlayıcı hissədə. Bəs dəstə fəaliyyətini planlaşdırır desə? Fəaliyyəti planlaşdırır müəllim əsas hissə. Dəstə fəaliyyətini planlaşdırır. O da şagird fəaliyyətidir müəllim. Bəli. Sonra sağ ol. Planlaşdırırdı, anlayırdı. Bu giriş hissi idi müəllim. Bəs oyunlar, estafetlər, hərəkətlər kompleksini yarış rejimində yerinə yetirir. Əsas hissə. Komandalı fəaliyyət zamanı əməkdaşlıq edir hansı hissədir, neçənci məzun xəttidir? Komandalı fəaliyyət zamanı əməkdaşlıq etmə şagird fəaliyyətidir. Hansı hissədir? Əsas hissə. Komandalı fəaliyyət zamanı əməkdaşlıq etmək olacaqdı əsas hissə. Bəs neçənci məzun xəttidir desə müəllim? 3-cü məzun xətt. Salam Səbir müəllim. Neçə? Neçə deyil? Məzun. Niyə müəllim? Komandalı fəaliyyət zamanı əməkdaşlıq etmək Komandalı 4-cü məzun xətt. 4-cü məzun xəttidir. Oyun qaydalarına əməl edən şagird neçənci məzun xəttləri reallaşdırır? Oyun qaydalarına əməl edən 4-cü. Oyun qaydalarına əməl edən şagird 4-cü məzun xəttləri reallaşdırırdı. Ayrı-ayrı hərəkət qabiliyyətlərin inkişaf dövrü. Axşamınız xeyir müəllim. Neçə yaş əhatə edir? Ayrı-ayrı inkişaf fiziki tərbiyə üzrə ev tapşırıqları tam orta. Yox, onu demirəm. Neçə yaş əhatə eləyirdi müəllim? Yaş olaraq. Məzun xəttində var idi. Ayrı-ayrı hərəkət qabiliyyətlərinin inkişafıdır. 16-17 yaş. 10-11. Mən 9-10'da idi. Yox. Ayrı 3-cü məzun xəttin keçəndə ayrı-ayrı hərəkət qabiliyyətlərinin inkişaf dövrü demirdi ki, bir dənə qüvvədə 12-18-ə düşən 10-11 yaş. Doğru. Bəli. Sonra gəldik nəyə?